Hər kəsə salam, mənim dəyərli izləyicilərim. Bugünkü vloqumuz bax belə bir sürprizlə başlayır. Mənimlə yoldaşımın yubileyidir. Toyumuzun 18 ili tamam olur. Buna Firuzəyi toy deyirlər. Heç gözləmirdim ki, uşaqlar bizi təbrik edəcək. Emilçlə artıq uzanıb yatmağa hazırlaşırdıq ki, birdən gördük uşaqlar otağımıza daxil olurlar. Özü də əllərində tort ilə və Mendelssohn'un valsi və üzərində 18 şamı olan bir tort. İndi gördüyünüz bu kadrlar uşaqlar öz otaqlarında hazırlaşırlar. Qabaqcadan aldıqları tortu açırlar. Mən bugün evdə olmamışdım, bir ara bacım gilə getmişdim. O fürsətdən istifadə edib gediblər tort alıblar və qabaqcadan aldıqları tortu açırlar. Üzərinə şamları düzüb yandırırlar. Həmin an biz digər otaqdayıq və nə baş verdiyini ümumiyyətlə xəbərsizik. Heç ağlımıza gəlmirdi ki, çünki elə bilirdi ki, hamı artıq yatmağa gedib. Burada Albina hətta mənim üçün vlog çəkir, ona görə də telefonda saatı necə olduğunu göstərir. Mənim telefonumu isə bəhanə ilə götürmüşdü ki, güya oradan özünə aid bəzi şəkilləri götürmək istəyir. Çünki bu telefon şəkilləri daha yaxşı alınır. İndi isə hamımız ailəlikcə mətbəxə yığışmışıq ki, bu tortla bir yerdə çay içək. Axı bugün bizim yubileyimizdir və bayram əhval-ruhiyyəsindəyik. Üstəlik uşaqlarımızın bu sürprizi bizi o qədər duyğulandırdı ki, o qədər təsir etdi ki, söz tapa bilmirəm bunu deməyə. Heç inana bilmirəm ki, toyumuzdan artıq 18 il keçib, sanki hər şey dünən olub. İndi isə artıq 3 uşağımız var və onlar o qədər böyüyüblər ki, insan inanmaqda çətinlik çəkir. Səhər isə yoldaşım yubileyimizi qeyd etmək üçün hamımızı səhər yeməyinə dəvət etdi. Biz Dua Et adlı restorana həm bu gözəl günü qeyd etməyə, həm də birlikdə dadlı bir səhər yeməyi yeməyə getdik. Biz səhər yeməyi üçün bir çox restoranlara getmişik, amma bu restoran bizə ən yaxın olanıdır. Üstəlik bura rezervsiz də gəlmək olur. Çox vaxt rahat və yer tapılır. Bizdə axı səhər yeməyinə getmək qərarı həmişə qəfildən planlaşdırılmamış formada alınır. Ona görə də buranı çox sevirik. Həm də burada səhər yeməyi çox doyumlu olur və hər şey yüksək səviyyədədir. Нет, она была там. Да? Эмиль, можно твою щечку? Пожалуйста, я хочу щечку. Эмилия, щечку. Эмилия. Знаешь, мам, Ha. я хочу просто, я хочу. Просто... Сейчас позвоню, ты пока стой и не выключай камеру. Поехать в парк. Da? Хорошо, mой popsik. Biz gəldik və Albina aptekdən belə bir kondisioner для волос alıb saç üçün. Balzam. Cəmi 4.60-adır, amma Albina deyir ki, bunu görüb hər yerdə çox reklam eləyirlər və çox tərifləyirlər. Sonya, sən başıvad eləyək bundan biraz saçların qəşəng olsun. Hə, Sonya. Sonra keçən dəfə xanımlar soruşurdunuz bunu mən göstərəndə epilyasiya kremi. Bu deməli bütün apteklərdə hər yerdə var. Bunu aptekdən alıb. Şalfey aldıq, sürvə yarpağı və belə bir dənə üz üçün krem aldıq. Bu Nevskaya kosmetikasının kremi apteklərdə satılır. Üzümə manikür elədim. Tırnaqlarımı tam kəsdim, çünki bu axırıncı dəfə yemək bişirəndən sonra əlcə geyməyi unutduğumdan tam hamısı yumuşaldı. Ona görə mən də hamısını kəsdim və belə bir rəngsiz lak elədim. Şəffaf Faberlikdən aldığım lakdır. Elə bil ki, öz dırnağımdır. Mağazinlərdə satılan şəffaf laklar biraz bundan daha elə bir qalın qalır. Bu elə bir əsil natural dırnağımızdır. Sadəcə olaraq çox sağlam bir halda. İndi isə mən istəyirəm ki, buradakı paltarlarımı atım yumağa. Çörək üçün xəmir eləyirəm. Burada acıtma ilə qarışdırmışam. Biraz unu, biraz saxlayacağım. Bir saatda tam xəmir yoğuracağım. Və istəyirdim sizə göstərim qızlar. Mənim kalbasam necə oldu. Baxın, əsl kalbasa kimidir. Qoxusu da sarımsaq qoxuludur. Əsl kalbasadır elə bil. Sadəcə olaraq yenə də alınma kalbasa biraz
Tərkibi yeyəndə hiss olunur ki, başqadır. Burada isə başqadır. Qalan hər bir şey bu dəfə gördüyünüz kimi daha da çox oxşuyur. Amma çox dadlıdır. Burada isə artıq yuyulmuş paltaları sərirəm. Çox gözəl hava var. Sadəcə olaraq külək heç cür dayanmır. Keçən videomun altında bir neçə izləyicim loqopedik bir mövzuya toxunmağımı, nitq ləngiməsi haqqında danışmağımı istəmişdim. İndi bu mövzu maraqlı olanlar üçün həmin məsələyə biraz toxunmaq istəyirəm. Gəlin biraz hansı səbəblərdən nitq ləngiyə biləcəksə onlardan danışaq. Məsəl üçün, əmzik. Bəli, bir yaşdan sonra əmzikdən uzun müddət istifadə düzgün olmayan dişləmənin formalaşmasına səbəb ola bilər və nitq inkişafı ləngidə bilər. Sürətli və dinamik cizgi filmləri. Bu pasiv izləmədir və nitq inkişafını stimullaşdırmır. Əksinə, uşağın mərkəzi sinir sistemini həddindən artıq yükləyə və diqqətin tez-tez yayılmasına səbəb ola bilər. Siz bir bunun şirinliyinə baxın. Bir əlini bu tərəfə atıb, bir əlində bu tərəfə giyəmiş, bu uzanıb. Belə uzanmağını birinci dəfə görürüm. Biraz ev işlərini görəndən sonra və istirahət edəndən sonra biz yola düşdük bazara. Amma mütləq bu mövzuya qayıdacağım. İndi isə göstərmək istəyirəm ki, nələr aldım. Göyərti aldım, 20 ədəd, 5-i 1 manata idi. Xanımlar, ona görə mən də 20 dənə aldım ki, bir dəfəlik xaladilnikə qoyacağım. Pomidor aldım, kilosu 80 qəpiyə, 60-a da var idi, 1 manata da var idi. Ağ bəli aldım, bu deməli biz kilosunu 3,80-da aldıq, yeganə bir yer idi ki, elə aldıq, 4 manatadır, hər yerdə ən ucuzu. Kartoşka aldıq, 3 kilosu 1 manata, deməli 2 manata. Sonra soğan aldıq. Qırmızı qarağat isə kilosu 7 manat idi, ən ucuzu biz tapdıq 4 manata. Sonra nələr aldıq? Küncüt aldım, 200 qram və biber aldım. Biberin kilosu 2 manat idi, səhv eləmirəmsə. Hal-hazırda başladıq ki, mürəbbə üçün tumlarını çıxartmağa Albina və Kamil mənə köməklik edir. Emilə isə biraz qırmızı qarağatdan yuyub verirəm ki, o da sakit oturub öz işinə baxsın. Bir də unuttum ki, sizə deyim, mən göbələk almışdım. Göbələyin kilosunu mən 2 manat 50 qəpiyə aldım. Amma xanımlar sonradan gördüm ki, 2 manata da belə var. Çox gözəl ağappaq göbələklər idi. İndi isə mən başlayıram bu aldıqlarımı çeşidləməyə, təmizləməyə, yumağa. Bir də ki, yaşıl reyhan aldım. Bundan isə pesto sousunu düzəltmək istəyirəm və bunu necə edirəmsə sizinlə də paylaşacağım. İndi isə qayıdaq nitq ləngiməsi mövzusuna və indi istəyirəm faydalı bir şeyləri sadalayım sizə ki, uşağınızın nitqi daha tez və normal açılışsın və normada danışsın. Bunun üçün nə etməliyik? Bunun üçün faydalı olan bir şey bərk qidalar artikulyasiya aparatının inkişafı üçün çox faydalıdır. Bəzən analar hər şeyi blenderdən eləyib verirlər uşağa və uşağın artikulyasiya aparatı inkişafdan qalır. Ona görə uşaq artıq yeməklərə başlayanda çalışın ki, bunu çəngəllə əzib verin, blenderlə yox və yavaş-yavaş onu bərk qidalara öyrəşdirin. Çeynəməyə ağız və üz əzələlərini gücləndirin. Bu da sonradan nitqin daha aydın və anlaşıqlı olmasına kömək edir. Növbəti faydalı məsləhət kitab oxumaq. Bəli, xüsusilə də aktiv oxu olduqda. Yəni siz sadəcə kitab oxumursunuz, uşaq da sadəcə dinləmir. Siz birlikdə şəkillərə baxırsınız, oxuduqlarınızı müzakirə edirsiniz, suallar verirsiniz və uşağınız cavab verməsinə imkan yaradırsınız. Uşağınıza cavab verməyə imkan yaradırsınız. Uşaq da sizə sual verə bilər, şəkildə nəyisə göstərər və soruşar ki, bu nədir? Məhz belə oxu nitqin inkişafını daha çox kömək edir. Bir də ki, xanımlar sadəcə olaraq kartları qoyub uşağın qabağına əzbərçiliklə onların adını sadalamaq, onları göstərmək, bir-bir uşaqdan onların adını tələb etmək bu nitqin inkişafına kömək olmayacaq. Bundan yaxşı olar ki, siz sadəcə uşağa vaxt ayırıb onunla biraz oynayasınız. Oyun zamanı əşyaların adını deyəsiniz. Oyun zamanı hansısa hərəkətləri bildirəsiniz, hansısa feilləri adlandırasınız və beləliklə uşaq daha çox götürəcək. Nəinki siz sadəcə olaraq kartları göstərəcəksiniz ya da hansısa inkişaf edici oyunlar oynayacaqsınız ya da sadəcə olaraq bəzi valideynlər inkişaf edici oyunları alır və uşağına verir və elə bilirlər ki, bununla uşaq inkişaf edəcək. Xeyr, uşaqla məşğul olmaq lazımdır və uşaq əgər normaldırsa evə loqopedik, psixoloji, hansısa oyunlar almaq oyunları almağın heç bir ehtiyacı yoxdur. Siz sadəcə normal oyuncaqlar alırsınız və uşağınıza biraz vaxt ayırıb onunla oynayırsınız. Planşetdən, televizordan uzaq tutursunuz. Bunları hamısını eləyirsinizsə və yenə də sizin uşağınızda nitq ləngiməsi varsa, mütləq və mütləq bunun səbəbini araşdırmaq lazımdır.
Düşünürəm ki, bugünkü vloq üçün bu mövzuya kifayət qədər toxundum. Amma əgər kiməsə qaranlıq qalan məqamlar varsa, yaxud hər hansı suallarınız qaldısa, ya da növbəti vloqlarımda biraz da danışmağımı istədiyiniz başqa maraqlı mövzular varsa, zəhmət olmasa şərhlərdə mənə yazın. Videonun altında isə loqopedik Instagram səhifəmi linkini qoyacağım. Oradan mənə birbaşa yaza bilərsiniz və ya səhifəmi izləyə bilərsiniz. Çünki orada bütün bu problemlər haqqında daha çox paylaşımlar edirəm. Mən isə artıq pesto sousunu eləyirəm. Bunun üçün qozları əvvəlcədən qızartdım və gördüyünüz kimi hardasa 80 qram yaşıl reyhan götürdüm. Əvvəlcədən qozları və biraz sarımsaq, bir də duz. Blendera qoyuruq, yaxşıca bunları əzişdirir, amma çox xırda etməyin, biraz ağızda hiss olunan dərəcədə xırdalayırıq və üstünə sonradan bu reyhanı da əlavə edib, onu da biraz xırdalayırıq. Yavaş-yavaş, elə bil ki, bir dəfəlik basıb saxlamırıq, yavaş-yavaş impulslarla basa-basa deməli xırdalayırıq ki, reyhan çox əzilib acılıq verməsin və biraz da belə iri qalsın. Beləliklə bunları hamısını qarışdırandan sonra ən sonunda da bura pendir əlavə edirik və parmezan pendiri və zeytun yağı. Bununla da pesto sousu hazır olur. Quru bir bankaya qoyub xaladelnikə qoya bilərsiniz. Bunu hansı istəyirsiniz? Quru bir yeməklərlə də yemək olur, ya da çörəyin üstünə sürtüb belə də yemək olur, çox dadlı olur. Bir də demək istəyirəm ki, qızlar, artıq səhərsi gündür pesto sousu mən bişirəndə, hazırlayanda daha doğrusu və gördüyünüz kimi ağ gilası belə bir qabda saxlamışdım. Çünki mənim mürəbbə bişirmək üçün qabım yox idi və indi gedib alıb gələcəm və bişirəcəm. Bu arada Emil özünü araya saldı və blinçik istədi səhər yemək üçün. Ona görə də Emillə blinçik bişirəcəyik, sonra isə pestoya davam edirik. Emil isə blinçik üçün həmişə hər şeyi özü qatmaq istəyir. Ona görə bir bunları verirəm və bu proses uzanır, amma eybi yox, yenə də dözürəm ki, sadəcə olaraq qoy özü bişirsin. Həm də ki, özü eləyəndə rahat yeyir və həm də inkişaf etmək üçün qoy etsin. Mürəbbə qabım isə niyə yoxdur qızlar? Çünki həmişə kənddə anam bişirirdi bizim üçün. 4 ildir ki, Emil olandan demək olar ki, anam bişirirdi həm mənim üçün, həm bacım üçün, həm də özü üçün. Amma 2 ildir nəsə bu hava şəraitinə görə meyvələr yaxşı dəymir, olmur. Kənd yerlərində də ona görə bu il fikirləşdik ki, özümüzə lazım olan istədiyimiz bəzi meyvələri hələ burada alaq, biz bişirək və anamıza da biraz verək. Sizinlə blinçik reseptimi bölüşmək istəyirəm. Bəlkə kimsə məhz mənim reseptimi öyrənmək istəyir. Mən blinçikə 3 yumurta, 1 xörək qaşığı şəkər tozu, 2 stəkan süd, 4də 1 stəkan duru yağ, 1 çimdik duz və təxminən 10 qaşıq və ya 1 stəkan yarım un əlavə edirəm. Amma mən artıq bunu gözə yarı edirəm. Çünki uzun müddətdir bişirirəm və xəmirin hansı konsistensiyasında, duruluğunda olmasını bilirəm. Sonda xəmir biraz saxlansa çox yaxşı olur. Onda blinçiklər lap əla alınacaq. Blinçiklərdən sonra aldığım tərəvəzləri çeşidləməyə davam edirəm. Bunun üçün göbələkləri tez bazar yuyub doğramaq üçün Albinaya vermək istəyirəm. Çünki onları sobada bişirib, sonra pörtlədib, daha doğrusu, sonra paketlərə yığıb donduracağım. Özüm isə pesto sousunu hazırlamağa davam edəcəm. Nəhayət ki, mürəbbə üçün qab aldım və mənim qabım 9 litrə üçündür. 23 manat aldım. Xanımlar, bunu Həzi Aslanovdan uzağa getmədim və mürəbbə üçün qaba indi ağ gilasları şəkər tozunda gecədən saxladığım qabdan bura boşaldıb bişməyə qoyacağım. Mən isə bayaq dediyim kimi pesto sousunu hazırlamağa davam edirəm. Bura ancaq reyhanı əlavə edib kiçik impulslarla blenderdən keçirmək qaldı. Sonra isə pendiri və yağı əlavə edib bankaya yığacağım. Çox gözəl alındı xanımlar. Birinci dəfə edirəm bunu ev şəraitində. Bir dəfə almışdım, amma evdə bişirilən hər şey mənim üçün qat-qat dadlı olur və gördüyünüz kimi balaca bir konteynerə bu şüşədəndir. Bura yığıb qoyuram xaladelnikə və hər istədiyimdə çıxardıb dediyim kimi ya çörək yaxa bilərəm, ya da hansısa bir yeməklə yeyirəm. Və paralel olaraq bugün çörək də bişirdim. Mən çörəyi sistematik olaraq bişirirəm, çünki başqa bir çörəkləri artıq yeyə bilmirəm. Burada isə Albina demək olar ki, bitirir. Göbələkləri doğrayıb burada hardasa 2 kilodur. Hardasa yox, dəqiq 2 kilodur hanımlar və baxın nə qədər alındı. Aldığım qaraqatı isə beləcə dondururam və bir paketə yığıram. Qarğıdalı da almışdım, dənəsi 60 qəpiyə, onu da indi
qaynadıram və kim nə yeyəcək? Yeyəcək qalanı da doğrayıb qoyacam buzluğa. İndi isə istəyirəm göstərim ki, sizə mənim tənbəldə olmam necə bişir və elədiyimiz cheesecake necə olacaq. Çünki çoxsunuz yazırsınız ki, sonra bu dolma dağılmırmı? Cheesecake bu qabda bişirmək olurmu? Və gördüyünüz kimi hər şey çox gözəl alınır. Xanımlar, dolma dağılmadı. Cheesecake isə çox gözəl alındı. İndi isə bugün üçün cəmi bir işim qalıb. O da yuyulmuş paltarları yığışdırmaqdır. Həftə boyu hər gün paltar yumuşam, amma bircə dəfə də olsun onları yığmağa vaxtım olmayıb. Ona görə də qarşımda bax belə bir dağ boyda paltar yığını yaranıb. Mən paltar qatlamağı, yığmağı çox sevirəm qızlar. Paltarları qatlayanda sanki fikirlərimi də toplayıram, beynim dincəlir. Paltarları yerbəyer eləməyə mənə kömək etdilər. Uşaqların hərəsi öz paltarlarını götürüb rəfinə qoydu. Qızlar, bilmirəm sizdə necədir, amma mənim uşaqlarım çayı məhz mənim süzməyimi çox sevirlər. Baxmayaq ki, hər biri, hətta Emilcik belə özünə çay süzməyi bacarır, amma çox xoşlayırlar ki, bunu mən edim. Hətta mənə belə də deyirlər, ana zəhmət olmasa çayı sən süz də, belə daha dadlıdır. Amma burada məncə biraz da tənbəllik var. Onlara belə lazım olanda belə deyirlər. Amma yenə də çox və çox insana xoş gəlir bu cümlə. Bugünlük bu qədər qızlar. Paltaları yığıb qutarandan sonra cheesecake-imi daddıq və bütün ailəyə çay süzdüm. Çayımızı içib yatmağa hazırlaşdıq. Səhər isə artıq bişib soyulmuş mürəbbəni bankalara yığıb yerinə qoydum. Məni sona qədər izləyən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Hələ də mənə abunə olmayanlar isə abunə olmağı unutmayın. Unutmayın ki, növbəti videolarımı qaçırmayasınız.